Hər kəsə salam, əziz abituriyentlər və müəllimlər. Bugün kanalımızın ilk videosunu sizlərə nümayiş etdirəcəyik. Qarşınıza Kaspi sınağının tarix sualları ilə gəlmişəm. Vaxt getmədən ilk suallardan artıq başlayaq sınağımıza. Deməli, ilk sualımızda deyir: Kirmanşah, Rəşd, Gəncə müqavilələrinin oxşar cəhdlərini müəyyən edin. Səfəvi ilə Osmanlı arasında imzalanmışdı. Rəşd və Gəncə müqavilələri ümumiyyətlə Osmanlı və Səfəvi yox, Səfəvi və Rusiya arasında imzalandığına görə bu oxşar cəhd olaraq qəbul edilir. Dəqiqə bağışlayın. Dəqiqə. Bəli. Biri götürmədik, beləliklə C və D variantları getdi. Nadir xan fəaliyyət dövründə imzalanması bu hər üçü üçün oxşar cəhddir. Ümumiyyətlə Nadir xan 1726-cı ildə deməli təyin olunmuşdu Səfəvi ordusuna, ordusunun başçısı kimi və 1736-cı il Əfşar imperiyasına qurana qədər Nadir xan olaraq keçir bu dövrdə və bu üç müqavilə də Nadir xan dövründə var idi. Ona görə 2-ni götürürük. Hər variantımızda 2 var. İşğal edilmiş Səfəvi torpaqları geri qaytarıldı. Buna Kirmanşaha aid eləmək olmaz, amma Rəşdlə Gəncəni aid etmək olar. Ancaq bizdə sualımızda hər üçü üçün oxşar cəhd dediyinə görə biz burada 3-ü götürməyəcəyik. Deməli, 1-lər getdi, 3-lər getdi, qaldı 2, 5 və 2, 4. Deməli, baxırıq. İkinci Təhmasib tərəfindən imzalanmışdı. İkinci Təhmasibin hakimiyyət illəri 1722 1732-ci illəri təşkil edir. Gəncə müqaviləsi 1735-dir. Bu necə oxşar cəhd ola bilməz. Ona görə 2-4-də getdi cavablarımızdan. Belə cavabımız qaldı A variantı. Növbəti sual. Uyğunluğu müəyyən edin sualı. Tunc dövrünə aid olan xüsusiyyətlər. Erkən Tunc, Orta Tunc. Erkən Tunc yaylaq maldarlığı meydana gəldi. Bəli, Erkən Tuncda yaylaq maldarlıqdır, qışlaq maldarlıqdır meydana gəlmişdi Erkən Tuncda. Sonra tayfalar yaranması Erkən Tunc üçün səciyyəvidir. Sonra dəmirdən istifadəyə geniş miqyas aldı. Bu son Tunc Erkən Dəmir dövrünə aiddir. Orta Tunc dövründə isə böyük tayfa ittifaqları yarandı. Bu düzgün ifadəmizdir. İlkin şəhər mərkəzləri yarandı. Bunu bəzi abituriyentlər çaşdıra bilər. Erkən Tuncda götürürlər bəzən ilkin şəhər mərkəzlərini. Ancaq Erkən Tuncda ilkin ibadət mərkəzləri idi, belə desək, ibadətgahlar idi. Ancaq Orta Tuncda ilkin şəhər mərkəzləri idi. Buna görə B-ni götürürük. Tacirlər qrupu sənətkarlardan ayrıldı. Bu son Tunc Erkən Dəmir dövrünə aiddir. Deməli, 1-ə AB, 2-yə AB, cavabımız B variantı. Növbəti sual. O, türk mənşəli sülaləyə mənsub olub. Sasanilərlə qohumluq əlaqələrinə malik idi. Xristianlıqdan imtina etmiş və zərdüştlüyü qəbul etmişdi. Qohumu Sasani 2-ci Yezdəgirdin vəfatından sonra o zərdüştlükdən imtina eləyir, Sasani hakimiyyətindən çıxır, sonra Dərbəndi tutur, massagetləri öz tərəfinə çəkir. Ümumiyyətlə, burada cavabımız hansı hökmdardan bəhs edildiyi bilinir. 2-ci Vati. Yazma ehtiyac yoxdur, amma yazdım hər ehtimala. 2-ci Vatidən deyir, fərqli olaraq Albaniya hökmdarı Cavanşir. Albaniya dövlətini idarə edirdi. 2-ci Vatidə Albaniya dövlətində idi. Yəni, bir uyğunsuzdur. A ilə B getdi. Hunlar ilə mübarizə aparmışdı. 2-ci Yezdəgird, deməli, 2-ci Vati ilə mübarizə zamanı Haylandır Hunlarından istifadə etmişdi. Ona görə Hunlar ilə mübarizə 2-ci Vatiyə də aid olduğu üçün 2-ni də götürməyəcəyik. Mehranilər sülaləsinə mənsub idi. 630-705-ci illərdə hakimiyyətdə olub Mehranilər sülaləsi. 2-ci Vati ümumiyyətlə 5-ci əsrdə hakimiyyət olub, aid deyil. Amma Albaniya hökmdarı Cavanşirin hakimiyyət illəri 642-681-ci illəri əhatə elədiyinə görə Mehranilər sülaləsinə mənsub idi. 3-ü götürəcəyik. Xəzərləri məğlub etmişdi. Bu 2-ci Vatiyə aid deyil, amma Albaniya hökmdarı Cavanşirə aiddir. 3-4 cavabımız olacaq. Sasanilərin təzyiqi ilə hakimiyyətdən əl çəkməsi bu 2-ci Vatiyə də aid idi. 457-463-cü illərdə diri azadlıq mübarizəsi baş verir. 463-cü ildə isə Sasanilərin təzyiqi ilə 2-ci Vatiyə hakimiyyətdən əl çəkir. Ona görə 5 də getdi. Qaldı cavabımız Y bəndi. Növbəti sualımız. Xarici nəticə əlaqələrinə aid uyğunluğu müəyyən edin.
Heysam ibn Xalidin özünü müstəqil hakim elan etməsi, Azərbaycanın vahid dövlətinin tərkibində birləşdirilməsi. Heysam ibn Xalid deyirik, Şirvanşahlar dövlətinin yaradıcısıdır 861-ci ildə. Ancaq həmin 9-11-ci əsrlər Azərbaycanda feodalizm dövrüdür və həmin o feodalizm dövründə Azərbaycan vahid dövləti birləşdirən dövlətlər sadəcə Sacilər və Salarilər dövləti idi. Düzdür, Şirvanşahlar dövləti birləşdirib, amma o da 15-ci əsrdə birinci İbrahim Dərbəndinin dövründə. Bu Heysam ibn Xalidə aid xüsusiyyət deyil. Xilafətin mərkəzində türklərin qiyamının baş verməsi 869-cu ildə, Haşim ibn Surakan Dərbəndə müstəqil idarə edilməsinin nail olması. Bəli, B variantımız ümumiyyətlə düzgün cavabdır. 869-cu ildə türklərin qiyamının baş verir, türklərin qiyamı baş verir və nəticədə Haşim ibn Suraka Dərbənd əmirliyini yaratmış olur. B düzgün cavabdır. Yusif ibn Əbsasın hakimiyyətə gəlməsi Xəzər dənizində ticarət gəmiləri, Yusif ibn Əbsas Sazilərdir, Xəzər dənizində ticarət gəmiləri Salarilərdir, uyğun gəlmir. Slavyanların Bərdə şəhərinə hücum etməsi 944, sonra Şəddadilər dövlətinin süqut etməsi 1088 uyğun gəlmir. Araz çayı üzərində Xudafərin körpüsünün salınması, Alan tayfalarının yürüşlərinin qarşısının alınması. Alan yürüşləri deyə bir məlumat kitabda verilmir. Cavabımız burada olacaq B variantıdır. Xəritədə ərazisi iştiqlənmiş dövlətə aid hadisələri müəyyən edin. Ərazisi iştiqlənmiş dövlət Türkiyə dövlətidir. Türkiyə Cumhuriyyəti deyək. TANAP-ın açılış mərasimi keçirilir 2018-ci ildə Ərzurumda. Ərzurumda Türkiyənin şəhəri olduğu üçün götürürük. ATM Minsk qrupu Belarusiya və Bill Clinton rəhbərliyi ilə yaradılmışdır. Ümumiyyətlə 2-ni atırıq, 1-i götürürük. 2-ni atdıq, 1-i götürdük, ya 1-3 ya 1-5. Bakı Tbilisi-Ceyhan boru xəttinin çəkilməsi ilə bağlı saziş imzalanması. 1999-cu ildə İstanbulda həmin bu saziş imzalanır. İstanbulda Türkiyə şəhəridir, əlbəttə ki, cavabımız olacaq D variantı. Mesopotamiyanın təbii mühiti üçün xarakterik deyil. Bunu altına xətt çəkək. Müdafiə üçün heç bir təbii maneənin olmaması. Bu düzgün ifadədir, amma bizdən xarakterik deyil deyir. Ona görə B variantı getdi. Təbii ehtiyatlar, tikinti və zəruri materialların məhdud olması. Bu da həmin təbii mühit üçün xarakterik cəhət idi, amma bizdən olmayanlar istəyir. Ona görə 2-ni də atırıq. Sonra quraqlıq və çay daşqınları, bəli, bu quraqlıq baş verir ki, çay daşqınları baş verirdi. Bu da təbii mühit üçün xarakterik idi. Beləliklə 3-ü də atırıq. Cavabımız olur A variantıdır. Növbəti sualımız. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. 1. İrəvan xanlığı, 2. Gəncə xanlığı, 3. Şəki xanlığı, 4. Hərçun Oxşarı. 2-ci İraqli ilə mübarizə aparmışdı. Bu Hərçun Oxşar cəhətidir. İrəvan xanlığı 1765-69, 79. Gəncə xanlığı 1780 Qarabağ xanlığı və 2-ci İraqli. Şəki xanlığı Cərbaləkən cəmaatlığı ilə bərabər qoruyurdu həmin Gürcü sərhədlərindən də Qızılqaya xəyanətində deyə bilərik. Bir müddət ərazisində 2 hakimiyyətli mövcud idi. Bu Gəncə xanlığıdır. Sonra Bayat savaşında uğursuz oldu. Bu Şəkidir. Əfşar və Qacar sülaləsi hakimiyyətdə olmuşdu. Bu İrəvandır. Təbrizə yürüş etmişdir. Bu Şəkidir. Deməli 4-də 1D, DB, CY, A. Cavabımız D bəndi. Növbəti sual. 17-ci əsrin əvvəllərində İngiltərədə baş vermiş siyasi yenilik. Siyasi yenilik deyirsə ağlımıza direkt gəlir Stuartlar sülaləsinin hakimiyyətə gəlməsi. 1603-cü ildədir. Keçirik növbəti sualımıza. Osmanlı İmperiyası 16-cı əsrin birinci yarısı, 16-cı əsrin ikinci yarısı. Misirin ələ keçirilməsi bu indiki dərsliklərdə döyüşün adı vermir, amma mən bilirəm 1517-ci ildə Ridaniya döyüşü. Ridaniya döyüşü nəticəsində Misir ələ keçirilir. Kitabımızda var 16-cı əsrin birinci yarısında Misirin ələ keçirilməsi. Amma döyüşün adı çıxarılmışdır, köhnə məlumatdır. Sizə lazım deyil. Və bu döyüşlərin nəticəsində də 1-ci Səlim özünü ərəb İslam dünyasının xəlifəsi elan edir. Ona görə A-nı götürürük. Təbrizin tutulması Səfəvilərlə müharibədə aparmışdılar və Təbrizi tutmuşdular bir müddət. Birinci Səfəvi Osmanlı müharibəsi zamanı. 1-ə A, B gedir. Cavabımız qalır A variantı.
16-cı əsrin ikinci yarısına baxaq bir dənə. Kipr adasının fəth olunması 1571 götürürük. İspan donanmasının məğlub edilməsi 16-cı əsrin birinci yarısıdır. Durğunluq dövrünün başlaması 1579-dur. Bu da götürürük. 1-ə AB, 2-yə AC, cavabımız A variantı. Keçdik 40-cı suala. Ərazisi rəqəmlər ilə işarələnmiş ərazilərdə mövcud olmuş orta əsr dövlətlərinə buna diqqət edirik. Orta əsr dövlətlərinə aid uyğunluq müəyyən edin. 1 Frankdır. 2 Bizansdır. Buraları silək. Bəli. Ən təhlükəli rəqəbi Sasan dövləti idi. Bu deyirik, Bizansa aiddir. Yusiyanın dövründə hətta mübarizələr də aparmışdılar. 623-629 müharibəsi də var. Sonra ərazisində 6-cı əsrin ortalarında Slavyanların məskunlaşması bu Justinianın dövründə baş verir Bizansda. Sonra Roma İmperatorundan sonra Qərbi Avropanı birləşdirən ilk dövlət oldu. Bu deyirik Franka aiddir. Sonra Saks davalarına qarşı mübarizədə qalib gəldi. Bəli, bu da Frank dövlətinə aiddir. Sonra ərəb hücumları nəticəsində süquta uğradı. Bu heç birinə aid deyil. 1-ə CD, 2-yə AB. Cavabımız C variantı. 41-ci sual. Sevr müqaviləsindən fərqli olaraq Lozanna sülh müqaviləsinə aiddir. Sevr müqaviləsi 1920-ci ildədir. Lozanna 1923-cü ildədir. Sultan hökuməti ilə Antanta dövlətləri arasında imzalandı. Bu Sevr müqaviləsinə aid cəhət kimi götürülə bilər. Amma bizdə fərqli olaraq deyir, yadımızdan çıxarmayaq. Osmanlı ərazisində Ermənistan və Kürdistan dövlətləri yaradılmalı idi. Bu Sevr müqaviləsinə aiddir. Sultan hakimiyyəti ləğv edildi. Bu heç bir müqaviləyə aid deyil. TBMM Türkiyə Böyük Millət Məclisi hökuməti müqaviləni qəbul etmədi. Bu Sevrə aiddir. Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü tanındı. Bu Sevr müqaviləsindən fərqli olaraq Lozanna sülh müqaviləsinə aiddir. Cavabımız oldu Y variantı. Hadisə nəticə əlaqələrini tamamlayın. Deməli 1, 2, birin nəticəsi odur ki, Teymurlar dövlətinin süquta uğraması. Necə süquta uğrayırlar? Əlbəttə Şeybanilərin Xorasanı və Heratı ələ keçirməsi ilə. 1-ə B. Sonra Qızıl Ordu dövlətində sülhləşmə prosesinin başa çatması bu kitablarımızda məlumat verilib. Özbək xanının İslam dinini qəbul etməsi ilə sülhləşmə prosesi başa çatır. 1-ə B, 2-yə D. Cavabımız B variantı. Növbəti sual 43-cü sual. Azərbaycan tarixinin 12-ci əsrin 20-ci illəri və 60-cı illərinə aid oxşar cəhət. Yeni dövlətin əsasının qoyulması bu heç birinə aid cəhət kimi götürmək düzgün olmur. Slavyanların yürüşünə məruz qalması 12-ci əsrin 20-ci illəri üçün götürmək düzgün olarmı? Olmaz. Yəni vahid dövlətin tərkibində birləşdirilməsi xeyr, bu da götürülməz. Gürcü çarlığı ilə mübarizə, bəli, bu götürürlər. 12-ci əsrin 20-ci illərində Didqori döyüşü, belə yazın tez-tez. Sonra 60-cı illər isə deyirik Atabəylər dövlətinə qarşı mübarizə zamanı. Cavabımız D variantı olur. 19-cu əsrin ikinci yarısında Almaniya və Rusiya deyir, aşağıdakı bəndləri sıxıma uyğunlaşdırın. Böyük Britaniyaya qarşı qitə blokadası 1806-cı ildir və 19-cu əsrin o birinci yarısıdır, ikinci yarısı deyil. A variantı getdi. Yəni burada A getdi, çıxırıq bəndlərdən, qaldı C ilə Y getdi. Dekabristlər üsyanı 1825, o da 19-cu əsrin birinci yarısına aiddir. Buna görə B də getdi, qaldı A variantımız. Elzas və Lotaringiya vilayətləri Fransadan aldı Frankfurt müqaviləsinə görə 1871 1C. Sonra şimali bütün Qafqazın işğalı başa çatdırıldı 1864-cü ildə Rusiya tərəfindən. Bu da 19-cu əsrin ikinci yarısına aiddir. 2-yə D. Sənaye istehsalına görə, həcminə görə dünyada birinci yerdə idi. Bu 20-ci əsrin əvvəllərində idi. Cavabımız A variantı. Birinci Dünya müharibəsi üçün ABŞ üçün xarakteridir. 1918-in martında müharibədən çıxdı. Bu SSR deyəndə Çar Rusiyasına aiddir. Böyük Britaniyaya Atlantika Xartiyası 2-ci Dünya müharibəsidir. Ticarət gəmilərinin vurulması bir tərəflikdən imtina edərək Almaniyaya müharibə elan etməsi. Bu düzgün ifadə olar. Sonra Marna döyüşündə Almanların məğlub edilməsi bu
Fransız və ingilis qoşunlarına aid idi. Buna görə bunu götürməyəcəm. Belçika birtərəfliyi qorumaqla bağlı müqavilə öhdəliyi var idi. Bu da Böyük Britaniyaya aiddir. Cavabımız C variantı. Stresada keçirilən konfransa aiddir. Stresa konfransı 1935-ci ildə keçirilib və bu konfransda iki dənə qərar alınıb. Avstriyanın ərazi bütövlüyü təminatı altına götürüldü. Bu 1 götürülür. Qalacağımız ya A ya C. 1-2-1-3. Antikomitən paktı 1936-39 2-ni götürməyəcəm. Fransa, İngiltərə, İtalyan iştirakı ilə keçirildi. Bəli, 3-ü də götürəcəm. Polşanın Almaniya və SSR arasında bölüşdürülməsi Molotov-Ribbentrop paktıdır. Ona görə o da götürülməyəcək. Cavabımız C bəndi. 47-ci sual. Uyğun bəndi müəyyən edin. Şimali İrlandiyada katolik azlığı 1968-ci ildə, ayıb 1973. Siz belə uyğun gəlmir Böyük Britaniya. Əlcəzairdə etiraz çıxışlarının baş verməsi 1940-cı illərin ikinci yarısı. Fransada 5-ci Respublikanın süqutu yox, 4-cü Respublikanın süqutu. Berlin divarının çəkilməsi 1961, ABŞ-ın Marshall planı 1940-cı illər. Bu da uyğun gəlmir. Falkland böhranı 1982 Böyük Britaniyanın beynəlxalq aləmdə siyasi dirçəlişinin nümayişi. Bu da düzgün ifadədir. 48-ci sual. 1840-cı ilin inzibati və məhkəmə islahatı ilə erməni vilayətinin ləğv edildiyi əraziləri müəyyən edin. Erməni vilayətinin əhatə olunduğu ərazilər hansı xanlıqların əraziləri idi? İrəvan və Naxçıvan. İrəvan və Naxçıvan 2 və 5 ərazisindədir. Cavabımız B variantı. Difa və Müsavat partiyasına aid oxşar cəhətdir. Müstəqillik uğrunda mübarizə aparan müsəlmanlara qarşı xalqlarına yardım göstərməsi. Bu hər iki partiya üçün oxşar cəhətdir. 1906-cı seçkilərində iştirak etmələri ikisi üçün oxşar cəhət deyil. Məhəmməd Əmin Rəsulzadə bu difayini Əhməd bəy Ağayev yaradır. Bolşeviklərin təsiri altına düşən hökumət təşkilatıdır. Rusiya müsəlmanlarının birinci qurultayının təşkil edilməsi bu da oxşar cəhət deyil. Cavabımız olacaq cavab A variantı. 50-ci sual. AXC-nin sosial-iqtisadi siyasəti, AXC-nin mədəni quruculuq siyasəti doğru bəndləri istəyir. Müsəlman korpusunun əlahiddə Azərbaycan korpusu adlandırılması bu hərbi siyasətdir, sosial-iqtisadi deyil. Dövlət Bankının fəaliyyətə başlanması bu düzgün ifadədir. Taxıl ticarətinin dövlət inhisarına alınması haqqında dekret qəbul edilməsi. Bu AXC-yə aid deyil, Azərbaycan SSR-dir. 1920-1921-ci illərdir. Bu da getdi. Birə sadəcə B gedəcək. Cavabımız Y olacaq. Amma o birində də baxaq. Mədəni quruculuq tədbirləri. Məktəbin milliləşdirilməsi haqqında qərar. 1918-ci ilin avqust ayında bu düzgündür. Müsəlman şərqinə öyrədən cəmiyyət, bu da kitabımızda verilmişdir, düzgündür. Latın qrafikalı alifba ümumiyyətlə AXC dövründə əlifba islahatı keçirilmir. Ona görə Latın qrafikalı əlifbaya keçirilməsi isə yanlışdır. Cavabımız Y bəndi. İkinci Dünya müharibəsindən sonra çəkilmiş Azərbaycan filmlərindən deyildir. Qızmar Günəş altında aiddir, Uzaq sahillərdə aiddir. Neft milyonlar sənədində 1916-cı ilə aiddir. İkinci Dünya müharibəsi isə deyirik 1939-dan başlayır. Ona görə cavabımız C bəndi olacaq. 2021-ci il sentyabrın 27-sində anım günü Skovşan azad edildi. Bu 2020-dir. Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlaması xeyir. Şuşa bəyannaməsi xeyir. Zəngilan Ağal kəndinə qayış baş tutdu. 2022 Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin təməli qoyuldu. Bu düzgün cavabımızdır. Açıq tipli test tapşırıqlarına keçirik. Xronoloji ardıcıllığı müəyyən edin. Cəlaləddinə qarşı Gəncə üsyanı. Usta Bəndərin başçılıq edirdi hətta bu üsyana 1231-ci ildə Canlı bəyin Çobanı hakimiyyətinə son qoyulması 1357-ci ilə aiddir. Cəlalilərin Azərbaycanda hakimiyyətinə son qoyulması 1410-cu ilə aiddir. Əsədli qəsəbəsi yaxınında döyüş. Hülakülər dövlətində vahid pul sisteminin yaradılması Qazan xan islahatı ilə 1295-1304 bu illər aralığında. Cavabımız deməli 1, 4, sonra 2, 3 cavabımız bundur. 1, 4, 2, 3. İkinci Dünya müharibəsi illərində ABŞ və SSR üçün oxşar cəhətlər. Şovinist siyasət yeritilməsi bəli ikisi üçün də oxşar cəhətdir. Birləşmiş Millətlər bəyannaməsinin imzalanması
Bu da ikisi üçün oxşar cəhətdir. Yaponiya ilə hücum etməmək haqqında müqavilə SSR-yə aiddir. 41-ci ildə müharibəyə qoşulması ABŞ-a aiddir. Üslər paktı heç birinə aid deyil. Cavabımız 1-2. 55. Uyğunluğu müəyyən edin. Kəmaləddin Behzad Təbrizdə Saray Kitabxanasının rəisi. Bu düzgündür. 1522-ci ildə deyirik Səfəvi şahı 1-ci İsmail təyin eləmişdi. Sonra burada belə eləyək. Həsən bəy Rumlu Əhsən Təvarix mövzusu düzgündür əlbəttə ki. Fəzlullah Rəşidəddin Camiət Təvarix bu da düzgündür. Nəsrəddin Tusi Təbrizin Rəb Rəşid məhəlləsində ali mədrəsə bu uyğun deyil. Yusif bin Əhməd Əxlaq-ı Nasiri ümumiyyətlə Nəsrəddin Tusinin əsəridir. Xəritə ərazisi Ulduz ilə ərazilənmiş dövlətin 19-cu əsrin tarixinə aiddir. Ulduz ərazilənmiş ərazi Çar Rusiyasına aiddir. Tezli sülhünün imzalanması 1807-ci ildir. 19-cu əsrə aiddirmi? Aiddir. Biri götürürük. Sadava döyüşü məğlub olması Fransadır. Üstlər İttifaqında Çar Rusiyası yox idi. Sənaye çevrilişinin başlanması 19-cu əsrin 30-cu il və 40-cı illərini əhatə edir. Deməli də 1-4-ü götürürük. Yaponiyaya məğlub olması 20-ci əsrin əvvəlləri Portsmouth müqaviləsi ilə. Cavabımız olacaq 1-4. Tarixi şəxsiyyətlərin fəaliyyətinə dair uyğunluğu müəyyən edin. Perikl, 2-ci Filip, Pompey. Qay Yuli Sezarın qüvvələri tərəfindən məğlub edilməsi Pompeyə aiddir. A-nı götürdük bura. Eramızdan əvvəl 44-cü ildə Senatda öldürüldü. Bu ümumiyyətlə Qay Yuli Sezara aiddir. Respublikaçıları qalib gələrək Senatın deməli nə deyir, səlahiyyətlərini məhdudlaşdırıldı. Bu heç birinə aid cəhət deyil. Eramızdan əvvəl 4-cü əsrin ikinci yarısında hakimiyyətdə olması bu 2-ci Filipə aid cəhətdir. Afina vətəndaşlarının idarə etmədə iştirak genişlənməsi bu Periklə aid cəhətdir. 1-ə Y, 2-yə D, 3-ə A. Keçirik situasiya suallarına. Papadan Konstantinopolun möhtəşəm imperatoruna Literan sarayı 1202. 1202 deyirsə ki, bu 4-cü yürüşə aid olacaq. Yadda saxlayın ki, situasiya sualının hamısını oxumağa ehtiyac yoxdur. Bir neçə cümləni oxumaqla artıq situasiya anlamalıyıq biz. Göstərmə. Yürüşün istiqamətinin dəyişdirilməsi hansı yürüşdür? 4-cü yürüşdür. Ümumiyyətlə burada 4-cü yürüşdən bəhs edilir. Buraları oxumağa ehtiyac yoxdur. Tarixi bilgilərinizə əsasən bəhs edilən yürüş istiqamətinin hansı şəhərə doğru dəyişdirildiyini müəyyən edin. Konstantinopol əlbəttə ki. Qısaca yazıram. Mənbədə qeyd edilən ildə başlayan yürüşün nəticələrini müəyyən edin. 4-cü yürüş. 1-ci nəticə Bizans imperiyasının varlığına müvəqqəti olaraq son qoyuldu. 2-ci nəticə olaraq isə həmin Bizans imperiyasının yerində Latın imperiyası yaradıldı. 1204-1261-ci illərə əhatə edir o da. Tarixi biliklərinizə əsasən mənbədə bəhs edilən yürüş istiqamətinin dəyişdirilməsinin səbəblərini müəyyən edin. Birinci səbəbi o idi ki, deməli katoliklərlə pravoslavlar arasında mübarizənin baş verməsi, ikinci səbəbi isə Venesiyanın Aralıq dənizində ticarətdə hegemoniya dövlətinə çevrilməsi idi. Ən az 2 səbəb dediyinə görə bu 2 səbəb deməyimiz bəs edir. Bəli, əziz abituriyentlər və müəllimlər, Kaspi sınağını bitirdik. Narazı olmadığınız sual varsa, ümumiyyətlə hansısa bir izahda qüsur tapdınızsa, kommentlərə yazmağı unutmayın. Orada müzakirəmizi edək. Ümumiyyətlə 24 may tarixində blok imtahanı keçiriləcək və o vaxta kimi bu videonu bəyənin və abunə olun ki, sizdən xahişimdir ki, bəyənin və abunə olun və bu bir çox abituriyentimizin qabağına çıxsın və bu sınaqdan bəhrələnsin. Təşəkkür edirəm. Hələlik. Növbəti videolarda görüşənədək.